Az insan bu haqda fikirləşir. Bir də yazırıq ki, dostum dərsləri haqda çox fikirləşir. Çox fikirləşir. İndi birinci cümləyə fikir verin, az var. İkinci cümləyə fikir verin, çox var. Birinci cümləyə görə az hansı nitq hissəsidir? İkinci cümləyə görə çox hansı nitq hissəsidir? İkincidə çox saydı, yox. Valla böyle. Fikirləşin zəhmət olmasa. Birincidə saydı, nə qədər insan var. Hı hı. Baxın, mən sizə bir şey deyim. Ümumiyyətlə, siz əgər müştərək sözlərlə tapmaq istəyirsinizsə, fikir verirsiniz ki, görürsünüz burada insan hansı nitq hissəsidir? İsimdir, düzdürmü? İnsan isimsə deməli az, saydı. Amma dostum dərsləri haqda çox fikirləşir. Burada fikirləşir axı feildir. Deyil. Ay, sağ ol, feildir. Deməli çoxa biz nə deyəcəyik? Çox burada zərf olacaq. Yəni az çoxdan sonra feil gəlirsə zərf götürür, amma isim gəlirsə say götürür. Yaxşı, başqa bir sual verim. Sizcə birinci cümlədəki azla ikinci cümlədəki çox antonim ola bilərmi bir-biri ilə? Az, çox. Antonim yox. Niyə antonim olmasın? Əsaslandıra bilərsiniz fikrinizi. Təsdiqdə inşaatlarda Xeyr. Ona görə yox. Baxın, necə dedim. Az burada götürəcəksən, az burada say. Ay, burada da zərfdir. Axı müxtəliflik hissəsidir, amma antonim həmişə nə olmalıdır? Eyni nitq hissəsi olmalıdır. Bəli. Eyni nitq hissəsi olmalıdır. Bu səbəbdən